Salam, hər vaxtınız xeyir əziz və dəyərli izləyicilərim. Yenə mən gəldim, yenə yeni bir vloq ilə qarşınızdayım. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. İnşallah hər birinizin keyfi, əhvalı yerindədir. Şükürlər olsun, mən də yaxşıyam. Bilirəm, soruşacaqsınız ki, haralardaydın, niyə vlog paylaşmırdın? Hətta soruşanlarımız da olub. Mənim üçün narahat olan, məni axtaran hər kəsə buradan öz təşəkkürümü bildirirəm. Həqiqətən də çox darıxmışdım sizləri üçün. Yəni vlog çəkmək üçün, vlog paylaşmaq üçün çox darıxmışdım. Amma bunun üçün də səbəbim var idi. Yəni YouTube'dan uzaqlaşmağımın səbəbi var. Bundan da səbəblərdən də biri, yəni telefonumu dəyişməyimdir. Yəni köhnə telefonda biraz problemlər oldu. Videolar montaj eləyə bilmədim, paylaşa bilmədim. Hətta xeyli çəkilişlərim, yəni nə qədər çəkiliş etmişdim, hamısını silməli oldum. Yəni format tələb olunurdu. Həm də ki, neysə, oğlum dedi ki, gəl telefon götürək sənin üçün və yəni bir sözlə telefonumu yeniləməli oldum. Və bu yeni telefonda da köhnə telefondan akkauntumu unutduğum üçün yeni telefonda da biraz problem yarandı. Təzədən yəni olan akkauntumu qaytarmaq, belə yenidən hər bir şeyi bərpa etmək xeyli zaman aldı. Yəni deməyim odur ki, bu səbəblərdən gecikmək oldu paylaşımlarımda. Neysə ki, telefonla bağlı problemləri həll etdim. Şükür ki, qayıtdım yenə də aranıza və artıq sizinləyəm. Bundan sonra inşallah ki, uzun ömürlü olar. Yenə də davamlı olaraq videolarımı çalışacağım ki, vaxtında paylaşım. Və uzun bir aradan sonra yenə yeni telefonla çəkdiyim videolarla yenə də qarşınızdayım. Hal-hazırda girib baxdım. Son videomu hardasa bir ay bundan öncə paylaşmışdım. Yəni bir aydır ki, mən video paylaşmıram. Düzdür, deyəcəksiniz ki, nə uzun çəkdi, yəni bu akkauntu bərpa etmək. Amma ki, belə deyək də, yəni o da şərtdir, söz yox, o da xeyli bu zaman aldı. Amma ki, biraz da belə necə deyim, soyunmuşdum. İnsan, yəni video çəkməyəndə həqiqətən də belə həvəsdən düşürəm, heç belə günü-günə satıram, belə deyim ki, bu gün çəkərəm, sabah çəkərəm. Yəni belə vaxt öldürürdüm. Ümumiyyətcə elə bu aralar nəsə üstümdə bir həm də ağırlıq var idi. Heç nə etmək istəmirdim. Hətta evdə ev işlərimi görməyə belə həvəssiz görürdüm də. Bilmirəm, hər kəsdə yəqin ki, belə olur. Hər şeydən soyumuşdum. Bir tək yəni vlog çəkmək, video çəkmək deyil. Yəni hər bir şey iş görməkdir, harasa getməkdir. Ümumiyyətcə hər bir şeyin həvəsindən düşmüşdüm. Olur məndə belə bir şey. Yəqin ki, nə ad deyilir buna? Depressiya deyim. Yəni həyatımda hər şey əslində qaydasındadır, yolundadır. Sadəcə olaraq olur da insan hər şeydən belə yorğun düşür, biraz özünə qapanırsan. Mən o necə deyim, dönəmi keçirirdim də, belə deyim. Tənbəllik var idi üzərimdə. Bir sözlə necə deyim, tənbəllik sindromu keçirdirdim. Şükür ki, artıq yaxşıdır hər şey, özümə gəlmişəm, biraz həvəs artıb və yenə də cəhd elədim. Axırı nəhayət ki, bugün dedim, yox, çəkdiklərimi heç olmayan montaj elə, paylaş, bir yerdən başlamaq lazımdır artıq. Bilirəm ki, yəni vloglarımın yolunu gözləyənlər də var idi. Bunun üçün də özüm də çox narahat idim. Sizləri də intizarda saxladığım üçün, bunun üçün ayrıca sizdən üzr istəyirəm. Yəni istəməzdim belə olsun. Yəni deyəs ki, yəni nə problem var idi telefonda. Telefon, yəni necə deyim, yəni mən o telefonu istifadə edəndən hələ bir dəfə olsun format olunmamışdı da. Yəni artıq donurdu öz-özündən. Yəni virus düşmüşdü də, öz-özündən reklamlar falan gəlirdi. Yəni telefonu format olunmalı idi. Onda da özüm də pis oldum ki, nə qədər çəkilişlər var içində, heyf o əziyyətimdən. Amma ki, neysə ki, həm də ki, telefon artıq belə necə deyim,
Zərətqanı falan da yaxşı saxlamırdı. Bir sözlə çox deyirdi ki, əl çək məndən də. Bir sözlə telefon deyirdi, artıq azad elə məni. Ona görə də oğlum sağ olsun telefonu götürdü mənim üçün və belə yenidən keçdim iş başına. Şükür yenə də başladım çəkilişlərə və yeni telefonla ilk montajımı da edirəm artıq. İndi inşallah ki montaj edən kimi gec olmasa paylaşacağım bugün. Düzdür, çox istəyərdim ki, çəkilişlərimi professional kamera ilə çəkiliş edim. Amma ki, hələ ki maddi durumumuz buna imkan vermir. İnşallah ki, nə varsa o da olar, amma hələ ki belə yəni kasıbın olanı nəyimiz var, onunla yola veririk. Yəni hələ ki belə davam edək. İnşallah ki, sonralarda Allah qismət edərsə o da olar. Belə, nəysə qızlar, çox danışdım. Keçək vlogumuza. Vlogumu belə mətbəxdən başlamaq istədim. Başladım daha doğrusu. Və axşamdan buzluqdan bir bişirimlik çəkilmiş ət çıxardıb qoymuşdum ki, donu açılsın. Yarpaq dolması büküb qoyacaqdım yenə də buzluğa. Düzdür, yəni bugünün menüsündə başqa yemək idi, amma dedim elə bekarçılıqdır, boşluqdan istifadə edib. Dedim, dolmaları da büküm qoyun buzluğa ki, yenə də nə vaxtsa lazım olanda çıxardıb bişirməyə hazır yeməyimiz olsun. Və həmən çəkilmiş ətdən biraz da ayırdım. Belə düşbərilər də bükdüm. Dedim, bir bişirimlikdə düşbərələr olsun. Yəni bir bişirimlik çəkilmiş ətdən 2 yemək hazırladım, belə deyək. Və belə öncə düşbərlərimi bükdüm, qoydum buzxanaya ki donsun. Daha sonra başladım digər dolmaları da bükdüm. Burada artıq hazır etmişəm. Və xəmiri çox yoğurdum, yəni bilərəkdən çox yoğurdum ki, həm də hazır xəmirlərim olsun. Və qalan xəmirdən də belə adi, yəni mayasız xəmirdə əslində yayıb, açıb xəmiri, arasını yağlayıb beləncə rulet formasında büküb qoydum. Yəni belə xəmir işi görəndə həmişə belə edib qoyuram buzxanaya. Yəni çox rahat olur, avantajlı olur. Lazım olanda çıxardıb ikisini məsələn çıxardıram, donu açılır. Açıram, biraz tavaya qoyub içinə fərqli bir içlik qoyaraq hansısa bir piroq hazırlayıram. Piroq deyəndə yəni ət piroqu da ola bilər, kələm piroqu ola bilər. Yəni toyuq farşından da olar. Yəni bir növ qat-qat xəmir sayılır da bu, yəni çox işimə yarayır. Belə deyəndə hazır xəmirlər olanda soyuducuda çıxardıb tez-tez nəsə hazırlayıram. Elə hazırladım, bunları da qoydum buzluğa və düşbərlərimi də hazırladım, qoydum. Düzdür, indi deyəcəksiniz ki, nə səliqəsiz bükürsən. İnan ki, qızlar, heç səbrim yoxdur mənim düşbərə bükməyə. Düşbərə kəsənim də var əslində. Nəsə elə dedim, əlimlə edim. Çünki o düşbərə kəsəmin iridir də düşbər. Mən sırf bu sulu hazırlayacaqdım deyə ona görə güya ki, istədim balaca olsun. Amma yenə də çox balaca edə bilmədim, hazırlaya bilmədim. Yəni kəsəni o zaman istifadə edirəm ki, yəni pelemen kimi əgər onu süzəcəmsə, susuz halda da, bu smetanla yeyilən halda, onda həmən o düşbərə kəsən alətdən istifadə edirəm. Amma belə sulu halda eləyəndə çalışıram əlimlə kəsim ki, xırda olsun. Düşbərələr ki, çox belə şişib, çox yekə olmasın. Neysə, düzdür, deyəsəm var satışda ən xırda gözü olan belə düşbərə kəsənlər də var. Rastıma çıxarsa inşallah alaram onu da. Belə işimi bitirdim qızlar. Biraz dedim ortanı toplayım və keçim digər işimə, yəni dolmanı da büküm qoyum buzluğa. Bu düşbərədir, pelemendir, yarpaq dolmasıdır. Xeyli vaxt alır deyə, adamın vaxtını alır deyə həmişə çalışıram ki, bu boş vaxtlarım olanda həmən anda edim bu işlərimi. Çünki yəni digər günlərdə vaxtım olmur deyə bu da çox ən azı bir neçə saat vaxtımı alır deyə elə boşluqdan istifadə edirəm bir sözlə və
Qalan əti də belə özüm yayda bağladığım yarpaqla bükdüm, yığdım. Da elə xırda-xırda neçə saat vaxtımı apardı. Neysə qızlar, belə çox danışdım. Biraz sizə də fasilə verim, özümə də fasilə verim. Siz izləyin. Birazdan yenə də ehtiyac olduqca söhbətləşərik. Sizə xoş izləmələr. Nəhayət ki qızlar, dolmaları da bükdüm, yığdım saxlama qabına, qoydum buzluğa və belə bu buzluq işi ilə də bu günlük işim tamamlandı. Yəni, vaxtım olduqca çalışıram buzluğa belə hazır yarım fabrikatlar hazırlayıb qoyuram ki, yəni vaxtım olmayan məqamlarda dadıma çatır. Ona görə çalışdığım qədər buzluqda hazır yeməklər saxlayıram və yaxud qəfil qonaq gələrsə, yenə də bilirəm ki, hazır yeməklərim var, təlaşa düşmürəm. Rahat-rahat çıxardıb buzluqdan qoyuram, bişir və qonaqlarımı yola salıram. Elə. Daha sonra keçdim digər işimə və artıq pəncərədən də görürsünüz, qaranlıq düşüb. Onsuz da çəkilişə gec başlamışdım, axşama doğru başlamışdım və belə artıq axşam olub.
Dedim elə axşam yeməyimizi də hazırlayım uşaqlar gələnə. Düzdür, soyuducuda hazır yeməyimiz var idi. Lobya supu da var idi. Dünəndən, yəni bir gün öncədən lobya supu bişirmişdim. Çox hazırladığıma görə bu yəni növbəti günə də qalmışdı. Və dedim əlavə olaraq yenə də kotlet də hazırlayım. Toyuq kotleti hazırlayıram indi hal-hazırda. But dibini sümüyündən ayırıb blenderda əzib içinə sadəcə olaraq bir ədəd kartof, bir soğan vururam və bir ədəd yumurta qatıram. Duzu, istiotu, paprikasını da vurub qarışdırıram və kotletləri isə əldə kotlet forması vermirəm də, elə qaşıqla birbaşa tavaya qoyuram. Əvvəldən islənmiş tavaya, belə gördüyünüz kimi. Çox rahat olur. Yəni bişəndən də sonra görəsiniz, eyni elə kotlet formasını alır. Bir də yəni 1 saat orada kotlet düzəltməklə əlləşmirəm. Belə hazırlayıb qoydum kotletləri də. Uşaqlar da elə gələndə bundan yedi. Lobya yenə də qaldı növbəti günə. Düzdür, lobya yeməyini çox sevirlər bizdə. Əsas da ortanca oğlum daha çox sevir. Demək olar ki, lobyanı bişirəndə, hərə bir dəfə yeyəndə o doya-doya yeyir də, yəni bezmir o lobya yeməyindən. Bilirəm ki, qalmayacaq o lobya yeməyində. Heç kim də yeməsə oğlum mütləq axıra kimi yeyəcək o lobya, qazanı boşaldacaq. Bilmirəm qızlar, sizdə də vəziyyət elədir ya yox. Amma bizdə yemək, bəzən uşaqlar birini sevəndə, yəni bir yeməyi sevəndə digəri onu sevmir deyə məcburən əlavə başqa bir şey də hazırlayıram ki, hər kəsin, hər birinin yeyə biləcəyi bir şey olsun evdə. Yəni bu da məni çox yorur. Məcburən, amma nə etməli? Qarınlarını doyuzdurmaqdan ötürü özümə ikili, üçlü bəzən əziyyət verirəm. Bəzən də olur ki, elə yemək bişirirəm ki, eyni yemək hamının sevəcəyi bir yemək olsun. Amma məsələn bu toyuq kotletini bir yoldaşımdan başqa hər kəs sevir deyə tez-tez bunu, ən çox da bunu tez-tez hazırlayıram ki, bir yemək hazırlamış olum. Amma yəni seçirlər də yemək. Bir də burada bunu göstərirəm qızlar. Bunu Temu'dan almışdım. Çox gözəl bir şeydir. Yəni materialı falqa kimi materialı var. Məsələn yağ ətrafa sıçramasın deyə bu falqanı tavanın kənarından qoyanda, yəni qarşısını alır da, sıçramanın qarşısını alır və ətraf yağ olmur. Sonda da həmən o falqanı götürüb üzərinə bir nəm əski ilə silirsiniz, təmiz olur və yaxud belə suyun altında bir dəfə belə maçalka ilə şampunlayıb su axıdırsınız. Gül kimi olub, yenə də tərtəmiz qoyursunuz kənara, növbəti istifadədə istifadə edirsiniz. Belə görürsünüz, kotletlər də qızlar burada yəni qaşıqla qoymağıma baxmayaraq eyni kotlet formasını alıb. Yəni ola bilər ki, orada biraz forması fərqli, kotletlərin forması fərqli olsun. Olsun, əsas dadıdır, forması əyri olsa da olar. Belə. Onu da deyim ki, qızlar, bu kotleti but dibinin ətindən hazırlayanda çox dadlı olur. File ilə biraz, toyuq sinəsi ilə biraz quru çıxır, amma but dibini alıb, onun sümüyünü çıxardıb, onu çəksəz, həmən o ətlə daha dadlı olur. Hətta içinə biraz da buyruq qatsaz, vəbşə çox ləzzətli alınır. Belə içinə də bayaq dediyim kimi, bir ədəd kartof, hardasa 5 ədəd but dibi idi, onu dərisini çıxartdım, sümüyünü çıxartdım, qalan ətidir. 5 but dibinin əti, bir kartof, orta boy, bir soğan, bir ədəd yumurta, duz, istiot, paprika vurdum və blenderdən hamısını, yəni blenderin içine atıp qarışdırdım və evə qızartdım. Belə qızlar. Bir tərəfdən kotletlər qızarır, bir tərəfdən də dedim çıxan qabları yuyum və mətbəxlə işim bitsin nəhayət ki. Mətbəx ümumiyyətcə mənim üçün bataqlıqdır da. Mətbəxə girdim, mən mətbəxdən çıxa bilmirəm. Ona görə də öncədən həmişə digəri otaqların işlərini edirəm ki, mətbəxi sona saxlayıram ki,
Yəni o mətbəxə girsəm, mən digər işlərim qalır həmişə. Ona görə ən sona mətbəxi saxlayıram, mətbəxdə olan işlərimi və günortaya qədər digər işlərimi etmişdim. Daha sonra keçdim mətbəxə və o girən hələ də çıxa bilmirəm mətbəxdən. Əsas da bu qab işi bitmir bizdə. Bu qab çanağının içi hər zaman dolu olur. Nə qədər yusam, yığsam da, yəni bir tərəfdən yuyuram, bir tərəfdən yenə də çıxır. Və əsas da belə məqamlarda, yəni belə işim çox uzun çəkəndə, yorucu olmasın deyə bu pəncərə önünə bir serial qoşub qoyuram. İzləyərək işimi görürəm ki, iş gözümdə böyüməsin, yəni çox uzanmasın və yaxud da ki, bir musiqi qoyuram. Musiqi də mənə əhvala gətirir. Onda rahat işimi daha elə bil ki, həvəslə görürəm də, bir sözlə. Haradan gəlir, iş hara gedir, heç özüm də bilmirəm. Amma burada indi çəkiliş etdiyimə görə, yəni telefon məşğul olduğuna görə heç bir şey izləmirəm. Musiqi də qoymadım ki, təlif haqqı gəlməsin, ona görə. Nə film izləyə bildim, nə də ki, musiqi dinləyə bildim. Elə işimi belə çəkiliş edərək bitirdim. Belə qızlar. Yenə çox yordum, sizə çox danışdım. Biraz ara verək, fasilə verək, yenə qayıdacağım birazdan.
Belə qızlar, nəhayət ki, bu qızartma işini də tamamladım, bitirdim. Dediyim kimi soyucuda da yemək olduğuna görə əlavə olaraq yenə də biraz da hazırladım ki, birdən onu istəməzlər. O dediyim kimi lobya supu var idi. Bundan, yəni istəməyən olsa bundan yemiş olsun. Və elə ardıca da qazın içində bir də sildim. Düzdür, o qoruyucu yağ sıçramamağı üçün qoruyucu folqadan istifadə etsədən də yenə qabaq hissədən oradan-buradan yağ atmışdı. Ona görə də dedim elə bir dəfə də üstündən ümumiyyətcə bu qara qaz peçi almağıma çox peşmanam. Və belə, nəysə qazın içində sildim və əlavə olaraq biraz yenə qab çıxmışdı. Onları yenə də yudum və çaynikə qoydum ki, qızsın. Bir dənə də çay içim. Və nəhayət ki, işim tamamlandı və sonda da dedim o buzluğa qoyduğum düşbərələri də yığım paketliyim. Qoyun buzxanaya. Onu da deməli sizin üçün çəkim, sizinlə birlikdə edim. Və belə artıq donub görürsüz, bərkiyib. Tək-tək, yəni belə tək-tək dondurub sonra paketə yığıram ki, yapışmasın bir-birinə. Yəni bunu hər kəs bilir, deməyə ehtiyac yoxdur. Və vakumlayacağım. Vakumlayacağım deyəndə, yəni havasını çəkməyəcəm, sadəcə olaraq vakum paketinə yığıb ağzını bağlayacağım ki, elə qalsın. Yəni mütləq deyil ki, vakum paketini yığıb ağzını bağlayasınız. Elə adi pinqvinə də töküb ağzını düyünləyib qoymaq olar soyuducuya. Sadəcə olaraq indi məndə vakum aparatı var deyə onunla ağzını bağladım, qoydum. Həm də səliqəli görsənir buzluqda. Elə səliqəsiz düşbərələrim. Əsas odur, dadı da möhtəşəm idi qızlar. Yəni bundan sonraki günlər bişirin. Onda da çəkmişəm, düzdür. Yemişik artıq, dadını hamı bəyəndi. Çox bəyəndilər. Hətta qonaqlarımız da var idi. Onlar da yedi, çox bəyənmişdi. Deməyim odur ki, görkəmi vacib deyil, əsas dadıdır. Dadı da möhtəşəm idi. Ümumiyyətcə belə deyək də, ev düşbərəsi hər zaman dadlı olur mənim fikrimcə. Əsas da yəni düşbərənin içliyidir. İçliyi əgər dadlıdır, hazırlanırsa, yəni özəndə hazırlanırsa, o düşbərə mümkün deyil ki, dadlı olmasın. Və mən elə yer gəlmişkən, o bir xırdalıq var, onu da istəyirəm nəzərinizə çatdırım ki, mən düşbərənin ətini blenderdan da keçirdirəm ki, belə nə qədər ət maşından keçirsək də o belə diri-diri qalır da, istər-istəməz, amma blenderdan keçirdəndə tam püre halına gəlir deyə, yəni düşbərəni yeyəndə içində dirilik hiss eləmirsən də, ətin dadı olur, amma belə necə deyim, diri qalmır da və çox belə həlimli olur içi. Odan da ki, əti, yağlı ət idi, çəkdim, biraz soğan vurdum, daha sonra duz, istiot, paprika, sarı kök, yağ vurmadım çünki ət çox yağlı idi və nə qatdım ora qızlar? Tomat qatıram. Mən hər zaman düşbərənin içinə tomat da vururam. Tomat çox gözəl bir xüsusi dad qatır düşbəriyə. Və belə heç nə, içliyi bundan ibarət olur və xəmiri isə adi suyla həm bir ədəd yumurta vururam. Adi mayasız xəmirdir. Sadəcə olaraq bir ədəd yumurta vururam xəmirinə ki, parçalanıb xəmir dağılmasın, bərk olsun. Belə qızlar. Və belə havasını çəkmədən görürsünüz, belə vakumladım, ancaq ağzını yapışdırdı və son belə də qoydum buzluğa. Bu arada qızlar, bu aparatı da bilməyənlər üçün deyim, bilənlər bilir ki, Temudan almışam, bilməyənlər üçün deyim ki, Temudan almışam və məhsul nömrəsini buradan qoyacağım. Kimsə sifariş etmək istəsə, sadəcə olaraq axtarış yerində bu kodu yazırsınız, orada çıxır bu aparat və sifariş etmək istəyən edir. Və belə, indi baxıram ki, videomun artıq sonuna yaxınlaşırıq. Bu da o deməkdir ki, sağollaşmaq vaxtıdır.
Gecə olmadan sağollaşım sizinlə. Bura qədər izləyən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Öpürəm hər birinizi. Baxan gözləriniz var olsun. Şərh yazan, gözəl sözlər yazan barmaqlarınız yorulmasın. İnşallah ki, növbəti vlogda görüşərik. Ona qədər özünüzə yaxşı baxın. Hələlik qızlar.